artıq yəni o dövrdən və bu müasir tariximiz dövründə də öz qəhrəmanları ilə, şəhidləri ilə, vətənsevərləri ilə Əmrah müəllim də burada olmalıydı. Kaş o da gələrdi bura, mümkünsə əgər. Yəni tanınmışsınız Cəlilabadımızın adını göylərə, ucalara qaldırmışsınız. Cəlilabad müstəqillik dövrünün qurulmasında, yeni dövlətin, Azərbaycan Respublikası dövlətinin bərpasında çox fədakarlıq göstərib, qan payları var. Odur ki, sizlərin yanında, sizlərin soyuzdan, köküzdən olan Orxan bəyin toy məclisində, Qazi Orxan bəyin toy məclisində iştirak eləmək bizə qürur hissi yaşadır. Əmrah müəllim gəlmədi elə bil. Yoxsa burada? Buradadır. Sən xoşbəxtliyi haqq eləmiş birisən. Sən bizim seçdiyimiz, atalarımızın, yəni bizlərin seçdiyimiz şəhidlik yolu ilə gedərək digər ailələrin övladlarının sağlamlığı olması üçün, balalarının atasız qalmaması üçün, valideynlərin övladsız qalmaması üçün və gənclərimizin möhtəşəm, gözəl bir vətənimizə layiq ailə qurması üçün canı fəda eyləmişsin. Qan axıtmışsan və bizim bayrağı qana boyamışsan. Odur ki, sənə xeyir-dua vermək üçün hökmən biz bayraqla başlayırıq. Bayraq gəlsin. Açsın. Bir adım nə olur? Gəl də sən də veteransan. Tərsinə sən. İğləndirmiş o İran dövlətindən